Şəhərsalma və Arxitektura Komitəsi isə Qədim Qarabağın Yenilənən Siması adlı müsabiqə proqramına start verib. Ətraflı məlumatı bizlə birbaşa bağlantıda olan əməkdaşımız Sudabə Cahangirlidən öyrənəcəyik. Salam Sudabə, eşidirik səni. Hər vaxtınız xeyirli olsun Fərid, tamaşaçılara da salamlayırıq. Bəli, sizin də qeyd etdiyiniz kimi Qədim Qarabağın Yenilənən Siması adlı bu zalda hal-hazırda müsabiqəyə start verilib. Bu müsabiqədə Azərbaycanın işğaldan azad olunan 5 kəndinin və bir qəsəbəsinin layihələndirilməsi, planlaşdırılması ilə bağlı müsabiqədə öz əksini tapır. Qeyd edək ki, Azərbaycan işğaldan azad olunan ərazilərini yenidən qurma və bərpa işlərinə çox sürətli start verib. Bununla bağlı Azərbaycanın işğaldan olunan ərazilərinin həm kəndlərinin, həm qəsəbələrinin yenidən qurulması ilə bağlı ayrı-ayrılıqda müxtəlif layihələr həyata keçirilir. İlk olaraq infrastruktur yenilənir, eyni zamanda yeni yollar çəkilir, yeni şəhər salma, planlaşdırma işləri aparılır və bugünkü iclasda da bu əlaqələndirmə şurasının şəhər salma məsələləri üzrə işçi qrupun iclasında da qeyd olundu ki, artıq bu növbəti iclaslardan biridir və bu müsabiqənin start verilməsi ilə bağlıdır və buna da görülən işlər sırasında qeyd olundu ki, bizim müxtəlif rayonlarımızda olan şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin, işğaldan azad olunan ərazilərimizin ayrı-ayrı sərhədləri müəyyənləşdirir, ayrı-ayrı planlaşdırma işləri aparılır və onların tarixi, coğrafiyası və digər məsələləri yerindəcə öyrənilir və həll olunur. Bununla bağlı təkcə Azərbaycanın yerli mütəxəssisləri deyil, eyni zamanda kənardan xarici mütəxəssislər də bu işə cəlb olunublar və çox sürətli bir şəkildə Azərbaycanın işğaldan azad olmuş ərazilərində bu işlər həyata keçirilir. Bugün də 5 kənd, bir qəsəbədə yeni layihələndirmə müsabiqəsinə start veriləcək. Ümumiyyətlə, bu layihələndirmə həyata keçirilərkən bir məqamı da vurğulayım ki, həmin bu rayonların coğrafiyası ilə, eyni zamanda onların sərhədləri ilə, bölgələri ilə, əvvəlki demək insanların yaşadığı ərazilər nəzərə alınmaqla yanaşı, eyni zamanda bu ərazilərin tarixi, memarlığı, üslubları və digər məsələlər, hansı ki bizim üçün mənəvi baxımdan həssas olan məsələlər diqqətdə saxlanılır və bunlar nəzərə alınır. Bu müsabiqədə də mən istəyirəm həmin rayonların da hansı rayonlarda ki bu müsabiqələr keçiriləcək və onlar planlaşdırılacaq, yenidən qurulacaq. Mən onları istəyirəm tamaşaçılar üçün qeyd edim. Ağdamın Sarıcanlı, Füzulinin Horadiz, Cəbrayılın Böyükmərcanlı, Kəlbəcərin Zar, Laçının Şəlvə, Cəbrayılın Xudafərin, 5 kənd, bir qəsəbə. Gördüyünüz kimi hər işğaldan azad olunan ayrı-ayrı rayonlar, eyni zamanda qəsəbələr götürülüb ki, bunlarda da həmin planlaşdırma işlərinin aparılması ilə bağlı bugünkü start verilir müsabiqədə. Müsabiqədə çox, yəni istənilən vətəndaş, yəni bu sahənin mütəxəssisi iştirak edə bilər. Onlar həm qrup şəklində iştirak edə bilərlər, həm fərdi şəkildə müsabiqəyə qatıla bilərlər. Yəni bu bir növ qürur verici bir haldır ki, istənilən adam Azərbaycanın işğaldan azad olunan ərazilərin bərpasında planlaşdırma, layihələndirmə işində iştirak edə bilər. Qeydiyyatdan keçmə iyulun 15-nədək olacaq. Yəni bunlar həm ayrı-ayrı fərdi şəkildə, həm qrup şəklində iyulun 15-nədək iştirak etmək istəyənlər arzusunda olanlar qeydiyyatdan keçəcək və bundan sonra da həmin layihələrini, planlarını ayın 31-nədək, iyulun 31-dən gec olmayaraq həmin bu işçi qrupa təqdim etməlidirlər. Ümumi mükafat fondu 60.000 manat məbləğində dəyərləndirilib. Burada müsriflər heyəti dəyərləndirəcək layihələri və bundan sonra isə müsabiqənin yekunları ictimaiyyətə də açıqlanacaq, geniş şəkildə göstəriləcək və bundan sonra həmin ərazilərimizdə digər, yəni bugün hal-hazırda görülən işlərin davamı olaraq aparılan bu layihələr də tədricən həyata keçirilməyə başlanılacaq. Burada ümumiyyətlə geniş fikirlər səsləndi və eyni zamanda təqdimatlar olundu. Biz yəqin ki, növbəti buraxılışda bu barədə sizə daha ətraflı məlumat verməyə çalışacağıq. Hələlik isə söz sizdədir, Fərid. Təşəkkür edirik Sudabə ətraflı məlumat üçün.